Dostlar salam. Yəqin ki, buranı xatırlayırsınız. Zolna qəsəbəsində belə bir taxta evdir. İçəridə heç bir divar yoxdur, hamısı falş divardan ibarətdir və yer tamamilə isidilən döşəmə sistemindən ibarətdir. Bütün otaqlarda otaq termostatları quraşdırılıb, hətta hamam otaqlarında belə temperatur idarə etməsi var. Evin kənar divarları taxtadan, izolyasiyadan və alçıpandan ibarətdir. Ara kəsmələr isə alçıpandan. Bütün yer isidilən döşəmə olduğuna görə və qazan kondens olduğuna görə qaz sərfiyyatı çox aşağıdır. Növbəti hamam otağını göstərim sizə. Bura isə bizim qazanxanamızdır. Kollektorumuz rotometrlidir. Hər zamanki kimi üzərində hansı otaq, neçə metrdir və hara gedir, boruların üstündə qeyd olunub. Aktuatorlarımız yerindədir və aktuator idarə etmə bloku qazana bağlanıb. Bütün konturlar bağlandıqda qazan da fasiləyə düşəcək. Bu su təchizatı kollektordur. Onu qazanxanada ona görə qoymuşuq ki, bizim hamam otaqları bu divarların arxasındadır. Burada filtrimiz var. Su girir, filtrdən keçir, yumuşaldıcıya daxil olur. Yumuşaldıcıdan sonra çıxıb, filtrdən keçərək sistemə gedir. Kombimiz isə Viessmann'dır. Kondens tiplidir və mobil idarə etməsi var. Bu qədər dostlar. Özünüzə yaxşı baxın. Yoxdur qoy qalıb.